Həkimlik normal insan yaşayışından insanı həkimi məhrum edir. Hamı kimi dincələ bilmirsən, hamı kimi həftə sonu regionlara gedə bilmirsən, hamı kimi həftə sonu istirahətə gedə bilmirsən, hamı kimi yaşaya bilmirsən, amma kimlər üçünsə yaşayırsan, xəstələr üçün yaşayırsan. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Çox elə epizodlar olub ki, məsələn, həqiqətən ümidsiz bir vəziyyətdə qaldığımız vəziyyətlər olub. Ondan sonra birdən-birə hər şey dəyişibdir. Çox elə vəziyyətlər olub. Bir olmayıb, iki olmayıb. Çox belə bir şeylər olub. Və indi də onların hamısını belə yuxu kimi xatırlayırsan və unudulmasın deyə gələcəkdə də bunları hökmən bir kitab şəklində yazmaq lazım. Bunu da düşünürük. Olub əlbəttə belə ümidsiz, bəzən heç ümidsiz xəstə əməliyyata girər, çıxar, sağalar, evinə gedər. Bəzən də çox ümid bəslədiyin xəstə içəridə başqa problemlər çıxar, başqa problemlər səbəbindən ümidsiz bir vəziyyətə düşə bilər. Bu həkimlikdə olan hadisələr tez-tez görülən hadisələrdir.